edirəm hər birinizi. Gördüyünüz kimi studiyamın qonağı bugün AK Partiya Başkanı Tural Abbasıdır. Tural bəy, xoş gəlmisiniz. Xoş gördük, salamlayıram sizləri, Bugün tamaşaçılarınızı. çox şeydən danışacağıq, hər şeydən, amma əvvəlcədən deyim, bugün Azərbaycan Qarabağ Futbol Klubu İngiltərədə Liverpoola qarşı o sonuncu Çempionlar Liqasının liqa mərhələsinin sonuncu turunda oyuna çıxacaq. Uğurlar arzulayırıq Qarabağa. Düzdür, biz başa düşürük Liverpool Spartada güclü və güclü klubdur, amma həyatda hər şey olur. Mən hər zaman, mən onu deyim, Vilayət bəy, bizdə dostlar olurdu. İndi hamımız bilirik ki, Liverpool həm də bu sezonda da pis oynamır. Səfərən ilk 8-likdədir, o büdcəsi, bunun keçmişi filan, yəni bir futbol tarixi olan bir klubdur Liverpool. Amma məndən soruşanda sizə Liverpool da yoxsa Qarabağ, təbii ki, hamı deyir Liverpool filan. Amma mən həmişə içimdə özümüzə azarkeşliyəm. Nə baxımdan? Yəni mən həmişə inanmışam ki, biz udacağıq. Məsələn, Braziliya ilə Azərbaycan oynayır. Yəni hamı bilir ki, Braziliya, amma mən həmişə ağlımı yox bu məsələlərdə hisslərimi ortaya qoyuram. Həm də kökünə gedəndə ay Vilayət bəy. 11 nəfər orada da, 11 nəfər burada da. Yaşlı uşaqlardır, yaşlı oyuncular, bir də topdur da. Yəni unutmaq lazımdır. Bu Liverpool'dur filandır. Qardaş 11 nəfər o da qaçır, sən də qaçırsan. O da top qaç da. Məsəl üçün qaç da, oyna da. Yəni düzdür o taktika, texnik, amma biraz dərinə gedəndə 11 insandan futbol oynayır, qaçır, hoppanır, nə bilim pas verir filan. Eyni topla. Yəni biraz beyində də şişirtmək lazım deyil. Çünki bir çox hallarda bəzi məsələlər beyində şey olur. Məsələn, elə nümunə kimi deyim, bu siyasətə bağlayım bunu. Məsələn, baxın, Türkiyədə nə deyirlər? Deyirlər, biz hara